Yanvarın 15-i saat 10:00 olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Dağlıq və dağətəyi rayonlarda qar yağır. Bu barədə Bölgə TV Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yağan qarın hündürlüyü Əlibəydə 41, Sarıbaş və Şahbuzda 35, Kiççayda 26, Laçında 25, Kəlbəzərdə 23, Qrızda 22, Baltanda 17, Lerikdə 13, Şuşada 12, Qusarda 11, Xınalıq və Xızıda 10, Şahdağ və Quba 9, Qobustan və Qəbələdə 7, Gədəbəydə 6, Xankəndi və Oğuzda 5, Sədərəkdə 3, Xocalı və Balakəndə 1 sm-dir. Balakən, Qax, Şəki, Qəbələ, Oğuz, Şamaxı, Quba, Qusar, Zaqatala, Qrız, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Lirik, Daşkəsəndə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 8, Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb. Rəna Rövşən qızı, Bölgə TV.